Son illər Azərbaycanın xüsusilə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə getdikcə sıxlaşan qarşılıqlı münasibətləri, ölkəmizə dost və tərəfdaş olan bu respublikaların gündəmi, onların müxtəlif istiqamətlərdə əldə etdikləri nailiyyətləri yaxından izləmək üçün təbii stimul yaradır. Bunların sırasına qardaş respublikaların ordu quruculuğu sahəsindəki fəaliyyətləri də daxildir. Bir müddət öncə yaradılmasının 34 illiyini qeyd edən Özbəkistan ordusu sözügedən ölkələr arasında intensiv inkişafı və çox profilli hazırlıq proqramlarının davamlı tətbiqi ilə seçilir. Cari ilin yanvar ayında Müdafiə naziri Şuhrat Xalmuhammedovun Təhlükəsizlik Şurasının müvafiq toplantısındakı hesabat xarakterli çıxışı ölkənin bu istiqamətdəki uğurlarına göz atmaq üçün yaxşı imkan yaradıb. Öncə onu qeyd edək ki, quru qoşunları, hava hücumundan müdafiə və hərbi hava qüvvələrindən ibarət Özbək ordusunun aktiv personal sayı 50 min nəfərdir. 2025-ci ilin Global Firepower indeksinə görə qardaş respublikanın silahlı qüvvələri dünyanın 145 ordusu arasında 58-ci yeri tutur. Hesabata əsasən, Özbəkistan ordusunda xüsusilə son illər ərzində aparılan geniş islahatlar və məqsədyönlü təlimlər onun simasını əsaslı şəkildə dəyişib. Müasir silahlar və hərbi texnika ilə təchizat səviyyəsi xeyli yüksəlib, döyüş hazırlığı və potensialı bir neçə dəfə artıb. Hərbi təlim-tədris və yeni texnologiyaların mənimsənilməsi istiqamətində aparılan işlərlə qoşunların döyüş hazırlığının yüksəldilməsi, bölmələr tərəfindən yeni taktiki fəndlərin mənimsənilməsi, praktiki atışlar, hərbi texnikanın idarə edilməsi vərdişlərinin aşılanması həyata keçirilib. O cümlədən gecə təlimlərinin intensivliyi artırılıb. Hərbi hazırlıq çərçivəsində döyüşün xüsusilə yeraltı komanda məntəqələrindən idarə edilməsinə, bölmələrin pilotsuz uçuş aparatları, aviasiya və artilleriya zərbələrindən müdafiəsinə, həmçinin çevik qərar qəbulu vərdişlərinin inkişaf etdirilməsinə ayrıca diqqət ayrılıb. Bütün poligon və təlim obyektlərində dronların tətbiqi üçün yeraltı mövqelər quraşdırılıb. Müxtəlif poligonlarda, o cümlədən xüsusi təyinatlı qüvvələrin təlim yerlərində müvafiq dırmanma qurğuları və motodromlar, xüsusi döyüş xətləri, pilotsuz uçuş aparatları mütəxəssislərinin hazırlanması üçün ayrıca mərkəz yaradılıb. Sonuncu mərkəzdə yüzlərlə yeni hərbi mütəxəssis yetişdirilib. Onlara xüsusilə mürəkkəb FPV dronlarının effektli idarə edilməsi üçün lazımi təlimlər keçilib. Özbəkistan ordusunda peşəkar serjant heyətinin yetişdirilməsinə ciddi diqqət ayrılır. Müdafiə nazirinin hesabatına əsasən, təkcə bir il ərzində təlim mərkəzlərində ordunun 12 minədək belə heyət üzvü və mütəxəssisinin 37 hərbi istiqamət üzrə təsnifat dərəcəsinin artırılması tədbirləri həyata keçirilib. 10 mindən artıq döyüşçü 1+3 və 1+5 formulu üzrə təlimə cəlb edilib. Təlim mərkəzləri, atış meydançaları və poligonlarda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan, Türkmənistan, Qazaxıstan, Fransa və İtaliyadan olan mütəxəssislərin iştirakı ilə təcrübə mübadilələri təşkil edilib. Ötən il ərzində Özbəkistan ordusunda komandirlərə əsas dəstək heyəti kimi xüsusi əhəmiyyət daşıyan baş serjantların liderlik kursu təlimləri keçirilib və sonradan həmin heyətin rəhbərliyi ilə 12 minlik serjant heyətinə master-klass təlimləri və treninqlər aparılıb. Bu isə bölmələrin idarəetmə effektivliyinin və döyüş hazırlığı səviyyəsinin artırılmasına əhəmiyyətli töhfə verib. Silahlı qüvvələrin bütün strukturlarının iştirakı ilə keçirilən çoxmərhələli kompleks tədbirlər, sərhədyanı əlverişsiz və mürəkkəb ərazilərdə çətin dağlıq relyef şəraitində icra edilən yüzlərlə taktiki məşğələlər ordunun hazırlığında xüsusi rol oynayıb. Müdafiə nazirinin bildirdiyinə görə 2025-ci ildə müasir taktiki tələblərdən çıxış edərək ölkənin cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə hazırlanmış strateji kompleks təlimlər ilk mərhələdə simulyasiya modelləşdirmə mərkəzində, sonraki mərhələdə isə kəşfiyyat, aviasiya və hava hücumundan müdafiə bölmələrinin iştirakı ilə xüsusi taktiki məşğələ kimi keçirilib. Burada ilk dəfə kəşfiyyat məlumatlarının Wing Long aviasiya komplekslərindən uzaqdakı video terminallar vasitəsilə onlayn ötürülməsi həyata keçirilib. Yeni dron bölmələri və antidron qurğular istifadə olunub. Onların imkanları sınaqdan çıxarılıb.
Kulkuduk poligonunda hava hücumundan müdafiə bölməsi ilk dəfə ölkənin hava sərhədlərinin gecə şəraitində müdafiəsi zamanı və mürəkkəb hava şəraitində eşalonlaşdırılmış müdafiə sisteminin yaradılması imkanı verən KS-1 Zenit kompleksinin FD-2000, Pechora, QW-18 və FM-90 qurğularının istifadəsi ilə bir raket, bir hədəf prinsipi üzrə həqiqi döyüş atışları icra edib. Kattakurğan poligonunda isə ilk dəfə modernləşdirilmiş Su-25 təyyarəsindən 4000 metr hündürlükdən Lizard 3 və FAB-250 idarə olunan aviabombalarından istifadə etməklə aviasiya zərbələri endirilib və şərti düşmənin komanda məntəqəsi ilə zirehli texnika kolonu məhv edilib. Termiz poligonunda Rusiya hərbi kontingenti ilə birlikdə keçirilən həmkarlıq 2025 təlimləri zamanı yeni taktiki fəaliyyətlər təcrübədən keçirilib. 2025-ci ilin oktyabrında Orta Asiya Respublikaları və Azərbaycan hərbiçilərinin iştirakı ilə birlik təlimləri keçirilib. Təlim zamanı regional təhlükələrə qarşı vahid alqoritm əsaslı modellər hazırlanıb və sınaqdan çıxarılıb. Həmçinin xüsusi birgə əməliyyatlar icra olunub. Aparılan 20-dən artıq treninq və yarışlarda qarşılıqlı təcrübə mübadiləsi təmin edilib. Təlimlərin əsas xüsusiyyəti o olub ki, burada bütün qərarlar və taktiki modellər GCAP proqram kompleksində və ARMA Auto Regressive Moving Average simulyatorunda təcrübədən keçirilib. Hərbi kontingentlərin idarə etməsi xüsusi yeraltı komanda məntəqəsindən aparılıb. Təlimlərin aktiv fazasında 26 taktiki epizodda artilleriya, aviasiya, FPV dronlar, zərbə puaları, hava hücumundan müdafiə və antidron müdafiə vasitələri, taktiki motosikletlər və bagilərdən istifadə olunub. 20-dən artıq yeni taktiki fənd çərçivəsində dron döyüşləri, snayper terroru, atəş tandemi, dinamik məşğələ, zirehli tank puskusu tətbiq edilib. Özbək ordusunun yüksək hazırlıq göstəriciləri özünü beynəlxalq təlimlərdə də göstərir. Ötən il Pakistanda keçirilən komanda ruhu təlimində Özbək kəşfiyyatçıları ilk yeri tutaraq son 5 ildəki qəti birinciliklərini davam etdiriblər. Döyüş hazırlığı üzrə Koreya Respublikasında keçirilən beynəlxalq təlimlərdə də Özbəkistan hərbiçiləri son 3 ilin liderləridir. Ordu snayperləri Türkiyədəki ən qabaqcıl snayper və Cənubi Koreyada beynəlxalq snayper yarışlarını fəxri birinciliklə tamamlayıblar. Ölkənin xüsusi əməliyyat qüvvələrinin bölmələri Böyük Britaniyada keçirilən Cambridge patrulu yarışında ümumkomanda hesabında ikinci olub. Orduda süni intellekt və rəqəmsallaşdırmanın tətbiqi üzrə də bir sıra önəmli tədbirlər həyata keçirilib. Artilleriyanın avtomatlaşdırılmış idarəetmə sisteminə rəqəmsal radiostansiya, PUA və meteostansiyanın inteqrasiyası aparılıb və sınaqdan çıxarılıb ki, bunun sayəsində informasiya ötürülməsinin sürəti 7 dəqiqədən 50 saniyəyə qədər azaldılıb. Qoşunların manevrliliyi 2 dəfə artırılıb. Ordunun müasir silahlar və hərbi texnika ilə təminatında mühüm işlər görülüb. Müdafiə sənayesi müəssisələrinin fəaliyyəti genişləndirilib. Hərbi zavodlarda 7000-dən artıq silah vahidinin, 450-dən artıq döyüş texnikasının təmiri, 110 minə yaxın ehtiyat hissələrinin və 14 yeni trenajorun istehsalı həyata keçirilib. Zavodlarda 20 ədəd BTR-60 texnikasının, 50-dən artıq BM-19 reaktiv sisteminin modernləşdirilməsi işləri aparılıb. Ötən dövr ərzində hərbi təhsil sistemində də önəmli islahatlar aparılıb. Tam yeni hərbi təhlükəsizlik və müdafiə universiteti yaradılıb. Bu təhsil mərkəzi 2500-ə yaxın kvalifikasiyalı müəllim və mütəxəssislə komplektləşdirilib. Universitetin rəqəmsallaşdırılması həyata keçirilib. Ordunun 3000-dən artıq hərbçisi 4 modullu 5 milyon süni intellekt lideri proqramının ilkin kursunu tamamlayıb və sertifikatlarla təmin edilib. Hərbi dairələrdə 6 yeni hərbi tədris fakültəsi yaradılıb və burada 550-dən artıq taktiki səviyyə komandiri kvalifikasiya qazanıb. Dairə hərbi təhsil fakültələri qısa zaman ərzində dual təhsil əsasında qoşunların universitetlərlə inteqrasiyasını təmin edən pilliyə çevrilib. İstedadlı kursantların stimullaşdırılması üçün prezident təqaüdü təsis olunub. Təsdiq olunmuş yol xəritəsi əsasında mütəxəssislərin hazırlanması, hərbi elmi bazanın möhkəmləndirilməsi və hərbi texniki parkların yaradılması üçün bütün tədbirlər ardıcıllıqla həyata keçirilir. Orduda yüksək döyüş və mənəvi ruh potensialının təmin edilməsi üçün
15 yeni hərbi tərbiyə mexanizmi tətbiq edilib. Psixoloji hazırlıq mərkəzində təlimlər təşkil olunub. Sosial psixoloji tədqiqatlar aparılıb. 30 minə yaxın ordu mənsubu hərbi psixoloji treninqlərdən, 18 minə yaxın hərbiçi psixoloji dayanıqlılığın möhkəmləndirilməsi kurslarından keçib. Müasir hərbi təhlükələr nəzərə alınmaqla ideoloji və rəqəmsal poliqonlar yaradılıb ki, bunlar da hərbiçilərin döyüş əzmini və dözümlülüyünü artırır. Bundan başqa məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyətinin artırılması, hərbi vətənpərvərlik tədbirlərinin, yarışların, ideoloji hazırlıq məşğələlərinin intensivliyinin artırılması ordu quruculuğu istiqamətində görülən işlərin bir parçasıdır. Təkcə 2025-ci il ərzində 10-11-ci sinif şagirdləri üçün Dağ Hazırlıq Mərkəzində Şücaət Meydanı yarışları keçirilib. 120 mindən artıq məzun poliqonlarda atış və praktiki məşğələlərə cəlb edilib. Həmçinin bir il ərzində vətənpərvərlər və Turan pələngləri kimi ona yaxın hərbi idman yarışları keçirilib. Ölkə prezidentinin sərəncamına əsasən məktəblərin 10 mindən artıq ilkin hərbi hazırlıq rəhbərləri Müdafiə Nazirliyinin ştatına daxil edilib və onlar metodik seminar toplantılara cəlb ediliblər. Məktəblərdə müvafiq maneə xətləri, idman şəhərcikləri, təlim meydançaları və tirlər yaradılıb. Bununla yanaşı ölkə başçısının sərəncamı ilə orduda atıcılıq, qılınc oynatma kimi idman növləri üzrə yarışların təşkilinə xüsusi diqqət ayrılıb. Hazırda orduda 20 minə yaxın hərbiçi 26 növ üzrə idmanla məşğul olur. 2025-ci ildə Özbək hərbiçiləri belə yarışlarda 121 qızıl medal qazanıblar. Hərbiçilərin sosial müdafiəsinin gücləndirilməsi və onların mənzil təminatının həyata keçirilməsi də diqqət mərkəzindədir. 2025-ci il ərzində 1200 hərbiçi mənzillə təmin edilib. Yaradılmış güzəşt sistemi üzrə 900-dən artıq hərbiçi övladı ali məktəblərə qəbul edilib. Beləliklə, beynəlxalq hüququn prinsiplərinin alt-üst olduğu indiki zamanda mürəkkəb geosiyasi reallıqları düzgün dəyərləndirən Özbəkistan artıq hər bir ölkə üçün əsas təhlükəsizlik qarantının güclü və müasir texnoloji imkanlarla təchiz olunmuş silahlı qüvvələr olduğunu yaxşı anlamaqla öz ordusunun əsaslı şəkildə yenidən qurulmasına ciddi yanaşma nümayiş etdirir. Sevindirici haldır ki, istər iki tərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək qarşılıqlı münasibətlərə malik olduğumuz qardaş respublikanın bu istiqamətdəki uğurlarında Azərbaycanın da özünə məxsus payı və təbii yeri var. Çünki əzəli, əbədi köklərlə bağlı olduğumuz Türk ulusunun ayrılmaz bir üzvü kimi Özbəkistanın əldə etdiyi hər bir uğur elə bizim öz uğurumuzdur.